Və İslam hər zaman qadına dəyər verir, hər zamana. Çünki peyğəmbərləri, imamları, evliyaları, ovsiyaları, böyük dahiləri dünyaya getirən, tərbiyə eləyən xanımdır. Yəni, dəyər verdiyimiz və böyük sandığımız, anamız olduğumuz xanım Fatimə Zəhra salamullahi aleyhanın rəftarına baxanda görürük ki, Əmir əl-Möminindən demək olar ki, heç şey istəmir. Şimdi xanımlar da öz ərlərindən, öz sahiblərindən elə şeylər istəməməlidirlər ki, onlar xəcalət çəksinlər. Yəni, görürsünüz, amma xanımlar bir gün bəzi cəhətlərlə görürsünüz ki, bir gün evə, misal deyirəm falan, bir gün evi kişi pul getirməsə, artıq kişiyə çörəyi və yaxud yeməyi belə də atırlar qabağına gələrə. İmçənin səsi gəlir, boşqabın səsi gəlir. Yəni, bu İslam dəyəri deyil. Ola bilər bir gün olsun, nə olacaq? Ola bilər ki, olmasın. Amma o rəftar ki var ki, xanım Zəhra salamullahi aleyhanın əgər istəyiriksə, həmin o xanım Zəhra salamullahi aleyhanın davamçılarından olaq, yəni xanımlarımız, istəyiriksə, həmin o dəyər ki, Allah xanım Zəhraya verib, xanım Zəhranın tərəfdarlarına versin, onda gərək bir balaca güzəştli olsun. Mən kişinin psixologiyasını deyim də sizə də, xanımlar kim vardırsa, sonra da ki, kameraya çəkilir, videoya alınır, onlar da eşidəcəklər, görəcəklər ki, mən biraz kişinin psixologiyasını, kişi olarlar biraz qışqırışı olsun, biraz, bir dəqiqə, 2 dəqiqə qışqırsın, amma qadın su rolunu oynamalıdır. Əgər su rolunu oynasa, kişi dərhal sakitləşəcək və loru desək də mum olacaq, sakit olacaq və sonra da xanım nə istəyir, onu eləyir. Yəni, biraz sakit, üstünə gedmək lazımdır kişinin. Yəni, işdən gəlib, gücdən gəlib, biraz əsəbi gəlib, biraz siz sakit olsunuz, görərsiniz ki, sonra kişi də sakit olacaq, hər şey normallaşacaq. Şeytan işi nədir? Şeytan işi budur ki, xanımla kişinin arasına vursun və ailə dağıtsın. Və onu qoymamalı. Məxsusən kim qoymamalıdır? Xanım. Çünki Həzrət Əmir əl-Möminin müharibədən gələndə, xanım Zəhra onu evin kəndarında qarşılayanda və ondan qılıncı alıb, qılıncı təmizləyəndə Həzrət Əmir əl-Möminin bütün yorğunluğu aradan gedir. Qarşılamaq, xoş nəvaziş. Görürsünüz, xanım Zəhra bunu eləyir.